Zeynəb 29-u necə yazarıq? Deyir ki, bucaq 1. Əla. Hə. O 43 dərəcədir. Bucaq 2-ni tapın. Bu ümumi 180 dərəcədir. 180-dən çıxırıq 43-ü. Əla. Vəssalam. Neçə eləyəcək? Çıxanda 30. 30, 137. Hə. 80-dən çıxırıq. 43-ü bərabər oldu 137-yə. 30, 31. 31-i Sürəyyə izah elə. Mənim bu bucağın ümumisi, yəni 4-ünü toplayanda mən belə yazırdım bunlar 360 dərəcə eləməlidir. Ona görə yazıram ki, məsələn, 200 bunların üçünü 250 eləyibsə, bucaq 4 360 eləmək üçün 110 dərəcə olmalıdır. Yəni üçünü toplayıram, bərabər eləyirəm 360-a. Sonra bucaq 4-ü tapıram. 360-dan 250-ni çıxıram, qalır 110. Tamamilə doğrudur. Deməli, bura qədər 250-dir. Oy. Üstə gəlsin bucaq 4 bərabərdir 360-a. Bucaq 4-ü də tapmaq üçün 360-dan gəlirəm 250-ni çıxıram, eləyir 110. Maşallah qızlarım. Yəni mən düşünürdüm ki, sizin üçün daha çətin olar. Şakır həll edirsiniz. Bu Maşallah. o dərslərin hamısından satdı. Bu dərsi çox sevirəm. Hə. O kvadrat köklər. Düşmənim onlar, düşman onlar. Amma yaranıb kvadrat köklərə aid. Deməli, Zeynəb 35-ə baxaq. AB parçası 5 bərabər hissəyə bölünmüşdür. MF bölünsün NE nisbətini tapın. Bunların hər birinə A deyərəm ya da X deyim. X-i daha çox görmüş. X. MF hissəsi neçə X-dır? Bax, M-dən F-ə qədər. 3x yazırıq. 3 bölünsün. 3 bölünsün. Hə. N yeni hissəsi neçədir? 1x. Yəni 2x. X-dar ixtisar getdi, qaldı nə? 3. Cavab oldu D. Ekran dondu. Vəssalam. Sonra 38-ə baxaq. İşarəliyim. Tapın. Buna baxarıq. Hələ ki, bunlara baxaq. 38-də. Deyir ki, BD şüası ABS düzbucağından onun 18-də 5 hissəsini təşkil edən ABD bucağına ayırır. DBS-ni tapın. Deməli, mənim ABS düzbucağım var. Bir dənə üzürlü sayın. Deməli, bunu necə həll edirik? Birinci ABS düzbucağı çəkirəm. Düzbucağı neçə dərəcə idi? 90 dərəcə. Buradan çəkim. ABS. Məsələn, ABS düzbucağını çəkdim. Deyir ki, BD şüası. BD şüası deyirsən, deməli, həmin bizim çəkməli olduğumuz şüa B bucağından çıxıb. Tamamdır. B bucağından bir dənə şüa çıxardıq, ona da D dedim. Baxın, bu BD şüası neyniyir? Deyir ki, ABS düzbucağından 18-də 5 hissəsini təşkil edən ABD bucağı ayırır. ABD bucağı yaşında işarə eləyəcəm. Və deyir ki, ümumi düzbucağın 18-də 5 hissəsini təşkil edir. Ümumi düzbucaq 90 dərəcədir. Onun 18-də 5 hissəsi deyirsə, 90-ın
18-də 5 hissəsini tapmalıyam. Vəssalam. Deməli, bu mənim olduğum bucaq A, B, D hissəm bərabərdir. Baxıram ardından nə istəyir? D, B, C bucağı. Deməli, biz bu bucağı tapacağıq. Daha sonra ümumi 90 dərəcədən çıxıb D, B, C hissəsini taparıq. Bu bizim birinci üsulumuzdur. İkinci üsulumuz nədir? Əgər bu hissə, yaşılla işarə elədiyim hissə 18-də 5-dirsə, digər qarayla işarə elədiyim hissə neçə olacaq? Tam 18-də 18-dir. 18-də 5 yaşılla işarə elədiyim hissədir. Deməli, yerdə qalan DBC bucağı da ümumi 90 dərəcənin 18-də 13 hissəsi olacaq. Deməli, misalın 2 həll üsulu oldu. Birinci həll üsulu ondan ibarətdir ki, ABD bucağını taparam, yəni 90-ın 18-də 5 hissəsini taparam. Daha sonra ümumidən 90 dərəcədən tapdığım həmin hissəni çıxaram, DBC bucağını alaram. İkinci üsulum ondan ibarətdir ki, elə birbaşa DBC bucağına 90-ın 18-də 13 hissəsini taparaq hesablayarım. İndi gəlin hesablayaq. 90-ın 18-də 5 hissəsi neçə eləyəcək? 90-ı 5-ə vurub 18-ə bölməliyik. Və yaxud da 90 ilə 18-ə ixtisar apararam. Hər ikisi 9-a bölünür. Yuxarıda qaldı 10, aşağıda qaldı 2. Ondan 2-ni də ixtisar apararam. Yuxarıda qaldı 5, aşağıda da heç bir şey qalmadı. Deməli, bərabər oldu 25-ə. Vəssalam, deməli, yaşıl hissəm 25-dir. Qara hissəni də tapmaq üçün, yəni DBC bucağını da tapmaq üçün 90-dan çıxıram 25-i eləyir neçə? 65 dərəcə. Oldu 65 dərəcə. Həm oldu birinci üsul. İndi ikinci üsuluma baxıram. İkinci üsulum üçün elə 90-ın bir dəfəli yazıram bucaq DBC hissəsi bərabərdir 90-ın 18-də 13 hissəsi. İxtisar aparıram. Aşağıda qalır 2, yuxarıda qalır 10. Yenidən ixtisar aparıram. Aşağıda qalır 1, yazmasanız da olar. Yuxarıda qalır 5. 5-i də 13-ə vuranda eləyir 65 dərəcə. Vəssalam. Cavab da oldu C bəndi. Bu şəkildə. Aydın oldu? Bunu silirəm. Qeyd elədinizmi? Yoxsa ehtiyac görmədiniz? Müəllim, mən bu misalların hamısını yazmışam. Ona görə də 3-cü günə qədər rahatam. Yox canım, mən sənə təzə tapşırıqlar taparam. İnşallah. İnat olma. Bizim hələ güvənlik Hamısı var. deyil, hamısı deyil. Güvənin sualları çox qəribdir. Zərbətim, hamısını yazmamışam, amma bunları yazmışam. Hə, yaxşı.